Əli, niyə birdən-birə qərara gəldin ki, bu uşaq mənim, nə səni şübhələndirdi? Başqadam xanım, mən bilirəm. O uşaq qısa salır məndən. O uşaq Bir bizim dəqiqə deyil. icazə verərsiniz, danışın. Bizim deyil o uşaq, Başqadam xanım, bizim deyil. Bizimdirsə, bizimdirsə. Ay, sizin deyil, sənin atanındır. O nə deməkdir? Dəqiqədə bir deyirsən, biz işimizi görək. Mən bildiyimi danışıram da, o insan atanla yaşadığı müddətdə atana yaxınsın kurmayıb o insan. Birdən atanın oğlu çıxsa, nə edəcəksən? Atanın Tutmayacaq, uşağı. atamın deyil o uşaq. Yox, niyə belə əmin? Yazıq gəlməkdən getmir burada O söhbət. insan mənə zülümlər eləyib, mən niyə inanmırsınız? Mən olanlar danışıram, olanlar danışıram mən. Allah baxır görə, heç şey demirəm sənə. Elə şeylə sən elə yaman günə qoysun sən elə. Bugündən sonra sən laf yaman günə qoysun. Yaxşılar, olanları dinən, elə mən də sənə deyim ki, alim etmək lazım. Olanlar deyirəm da, olanlar danışıram da. Mən o dəfələrlə bir Atam mən əsgərlikdən gələndən sonra, atam gəldi. Atam heç evdə yox idi. Atam Kürdəmirdən gəldi. Atamı güclə bəla ilə tapıb gətirmişəm, Xoşqədəm xanım. Atam dörd yolunda Kürdəmirin. Kürdəmirin dörd yolunda atam dilənirmiş. Kürdəmirin dörd... Gəlmirsən, gətirsən, İmkan vermir, baxın, imkan vermir qadın danışmağa. Xoşqədəm xanım. Onun başını... Hüseyin, sakitliyə rəayət edək. Hüseyin, sakitliyə rəayət edək. O uşaq sən deyir, 6 il sənin yanında yaşamamışam. Həm də İlhamın evində kirayədə qalmışıq. Ay, sən sağla deyirəm. Yalanla nəyə beşərəsirsən ki? Ay, sən 5 yaşındaydın, Burada mənə qorxu gələn adam budur. Mən bu insan... Hədə qorxu gəlir bu insan, deyir səni tutturacam. Doğrular niyə demirsən? Hədə qorxu Siz gəlir, niyə buna baxın. vurursunuz kişini? Niyə doğrular demirsən? Ay xanım, siz bizim gözümüzün önündə kişini vurursunuz. Önündə bu insana hədə qorxu gəlir, bizə hədə qorxu gəlir. Bu insan təhlükəli adamdır, bunu uzaqlaşdırın bizdən, xahiş edirəm. Olanları danışaq da biz. Görmüsünüz, buna baxın, bunun sıfatına baxın, bunun sıfatından görün. Sıfatına baxın. Halan oğlun yanında da işləyib atam, eşsən. Hamısın, amma mən əsgərlikdəydim. Mən xəbərim olmayıb. Mən əsgərlikdəydim, mən xəbərim olmayıb. Mən əsgərlikdən gələndən sonra xəbərim olub ki, atam mənə hamısını danışıb bir-bir ki, mən o insan mənə işlədib, mənə diləndirib. Mən ona görə, mən Xoşqədəm xanıma köməkli istəməyə gəlmişəm. Atama görə köməkli sən istəməyə gəlmişəm. bizim yanımızda belə kişinin ayağına nətər vurdunsa, mən oradan qaldım. Doğruları desin, Xoşqədəm xanım, mən parasını vurmuşam. Doğruları deyəndə doğrular hamısı buradadır. DNK-nın cavabıdır. Buyur Ramal. Bir kənara, doğru elə gözümüzün qabağında oldu da. Siz efirdə kişini vurursunuzsa belə, görün evdə ona nə işgəncə vermişsiniz. Qaldı ki, lağasın bir dəqiqə. Xanım bir dəqiqə dayan, bir dəqiqə üzr istəyirəm, çox üzr istəyirəm. Bir danışaq. Üzr istəyirəm, fikir bildirim. Xanım 2 dəqiqədən bir deyir ki, bu məndən qisas alır. Siz onu nə eləmişsiniz ki, o sizdən O qisas yox, alır? o Seyfəttin Şamon, Mətanə. Ay xanım, burada bir dənə problemli adam var. Burada bir dənə problemli adam var. Burada bir dənə problemli adam var, o da sizsiz. Mən ola bilməm. Fəhələ kimi, nökər kimi onu işlətmişsiniz əlinizin altında. Siz inanırsınız müəllim. Düz deyirəm. Sən Sizi kimi xanım var. O kişinin gününə baxın. Sizə hökm edir, siz 2 dənə oğlan az qarşı orada öldürəsiniz. Bax, deyirəm, mən ifadə, mən xəstəxanadan gəlirəm bir dəqiqə. Haqqı nədir? Kişinin gününə saatına bax. Oğluna işgəncə vermişsiniz. Hansı haqdan danışırsınız siz? Uşağına zərətən, niyə doğrular danışmırsan ki? Doğrular danışdın. O qadın bizdən uzaqlaşsın, xahiş edirəm. O atamı yenə aparıb Birincisi Ramal müəllim, o qadın bu kişidən çoxdan ayrılıbdır. Bu kişi oğlunun yanındadır. Əgər pis görsənirsə, sizin müdafiə elədiyiniz oğlunu qınamaq lazımdır ki, niyə atası o gündədir? Bu bir. İkincisi, bunun dediyi sözlərin heç biri üst-üstə gəlmir. Çoban işləməklə dilənmək bir oraya olmur axı, Ramal müəllim. Çoban işləyir dağlarda. Dilənirlərsə deyir məscidin yanında. Bu nə oldu? Kişi nətər teleportasiya eləyir. Həm orada qoyun otarır, burada dilənir. Kişi, Əli, sən qorxmursan ki, o qadın da desin ki, elə əlini də deyin, analizi verin, görün hələ o kişinin oğludur, yoxsa yox. Sən qorxsa, o da səndən onu tələb edir. Mən də istəyirəm, gör, o uşaq gətirin, o oxşuyur, yoxsa o oxşuyur ona. Bu qadın onu niyə vurdu, Xoşqədəm xanım? Çünki qadın üzr istəyirəm xanım. Bu xanım çarəsizdir. Bu xanım, sən danışmırsan, həqiqətləri demirsən, bunda ürəyi partlayır. Bu üzr istəyirəm, bu ali savadlı adam deyil. Bu fikirlərini ifadə edir. Bilir ki, sənə qarşı da yaxşılıqları eləyib bu, indi duz vurub öz yerində. Amma sənə baxıb bu 12 yaşına qədər deyir ki, mən övladımı atıb sənə ən azından
haqq var, insaf var, vicdan var. Bəli. Sən istərsən yaxşılara deməlisən. İndi təbii indi nəyə asılacaq, o başqa. Amma insanın bir keçmişi var da. Ona pis olmuşam. Oğul əskərə gedəndə mənə niyə yalvarır? Mən yapar yanıma, mən zülüm verirlər. Mən pis olmuşam da. Əsəbimdən partlayıram, bizi öldürəm dayaqsa. Ürəyim elədir, bir dənə sapın üstündədir. Düşen hep yerde bir kalır. Gün olur benim doğulur. Kim ne olacak bellim olur. Bu hayatı böyle mi olur? Sakitləş. Bakalım mən almet verə bilmir. Ata vəziyyəti budur. Allah gücərdə mən biabır eləməzdi. İkiniz de, ikisi de ağlayır. Bu kadınların ikisinin de. Anam yox, mən atalı anam anı olalarsan yetim böyümüşəm. Çaş elə Hüseynin yerine olaydım mən. Yuva istəmirsən, həmişə yuvan olsun. Yuva olmaq üçün sizi qınamıram. Biz indi heç kəsi mühakimə etmək lazım deyil. Bilinmir ki, sabah kimin başına nə gələcək. Amma yəni, nə olar ki, insan təhsilli olmayanda, nə olar universitetlər bitirməyəndə. Amma ay xanımlar, ay gözəl xanımlar, ay mənim çiçək hesab etdiyim xanımlar, qərarlarınızı verəndə, seçimlərinizi edəndə düzgün qərarlar verin, düzgün seçimlər edin ki, sonra və ya uşaqlarını məcbur ərə verən analar, bax bu qadını anası məcbur ərə verib. Görün, indi sizin sənət əsərlərinizdir, buyurun baxın. Burada yeganə bir dənə açar məsələ var, o da, bax bu təmirsiz, heç nəyə belə deyək ki, hazırda yaşamaq da mümkün olmayan bir evdən gedir söhbət. Bu mülkdən gedir söhbət. Bu uşağın da davası, onun da davası. Rasim də mələk kimi bir dənə qanatları çatmır. Mələk kimi oturub burada, dillənmədən, danışmadan. Mən onlara baxıram, oğlu ilə göz təması qurmaq istəyir. Bunu Elmir müəllim daha gözəl izah edə bilər. Amma oğlu ona baxmır. Çünki o ondan məsləhət mi almaq istəyir, gözü ilə baxıb və yaxud da ondan nəsə danışıblar, gəliblərmi? Ay oğlum, biz uşaq deyilik, dünyanı görüb gəlmişik. 20 yaş sizin var, 60 yaş mənim var, qulaq as mənə, qulaq as. Biz bura Xoşqədəm xanımdan kömək istəməyə gəlmişik. Bu insana baxında, bu insan danışa bilmir. Görmürsünüz, bu xəstə adamdır. Necə xəstə Mən adam? atama kömək eləməyə gəlmişik. Sən Mən qoymuşsan gedib işləyib danışmağa. başını saxlayası adamam. Bu insan amma zülm eləyəcək. Ay oğlum, mənə qulaq asın da, bir 5 dəfə evlənib ey adam, 5 dəfə xəstə adam necə? 7 olsun, 7 dəfə adam. Yığaq, Bir dəqiqə əl-ələ verək yaşayaq. Bu insan qoymur yaşamağa. Sinənə döyürsən bala, mənə bax. Danışam yoxdur. Mənə bax, bir dəqiqə. Elə sinənə döyürsənsə, çıx evdən, get, yaşa. Hamıya atası ev vermir ha. Cəmaət necə sən də elə. Yazığım gəlir atama. Belə sinəsinə döyür. Çünki Nailə xanım düz deyir. Onun davası, ev davasıdır. Xoşqədəm xanım, bu Rasimin hansı qadından, hansı uşağı varsa hamısı efirə qoşulsun, gəlsin. O ev bölünsün o qadına, o uşağa 3də bir fayda bunlara qalsın. O ev, o oğlanın haqqıdır. Qətiyyən, o oğlan dünyaya gəlməmişdən qabaq Rasimin başqa uşağı var idi. Xeyr, Niyə qulaq asın. ona ev düşməməlidir? Bu gün o xanım deyir ki, mən yuva qurmaq istəmişdim. Xanım yuva qurmaq istəmir. Xanım qabağında nökər axtarıb tapıb, işlədib pulunu qazanıb. Bəs əli atasını sevir. Bir, əgər bu xanım, bax qulaq asın. Uşağının, bir dənə üzr istəyirəm, bir dəqiqə. Uşağının atasıdır da, uşağının atası düzdür. Bu xanıma yaraşırmı ki, bu boyda cəmaatın içərisində milyonlar insan bizə baxır, gedib kişini orada vurur. Yaraşır. Demək ki, bu xanım şiddət göstərən xanımdır. Görün nə qədər, nə şərəf düşüb ki. Mən deyim sizə, əgər o qadın buna lap pis baxsaydı,
Çağırma müəllim, o deyiləsi efirdə. Ay xanım, Ayrı olanlar mən başqa sənə işlər deyim, gəlib orada. sənin ola bilər ki, bu Danış, tökdüyün bax, göz belə. yaşına buradakı insanlar inana Nə bilər. fərqi Amma efirdə? nöqtəsinə Nə mən fərqi inanmıram. efirdə? O göz Heç yaşdan hamısı inanma. yalandır. Heç inanma. Mən sizə Kimin haqqında deyirəm, düz siz danışırsan nökər ki? axtarmısınız, tapmısınız bu insanı, əzibsiniz, Elə pulunu oturmuşsan yemişsiniz, divanda elə danışmaq işlətmişsiniz, bilirsən. Xanım, diləndirmişsiniz. onlar bir İndi sual deyirsiniz ki, ev istəyirəm mən. Diləndirmişəm, Allah mən bəlamı versin. Heç də Diləndirməmişsinizsə bu kişi niyə bu gündədir? Ayramal müəllim, bir dəqiqə. Diləndirmə, mən də diləndirməm. Falan üçün ağarmam, ayramal müəllim. O da get bax uşağa. Nə etməlisən? Kişini diləndirməlisən. İş yox, güz yox, məcburuq da. İş yoxdur, güz yoxdur, niyə eləmirsən kişi ilə? Mən sizi dilənib. Necə yəni? Sigaret çəkir, gündəki başqa ki, sigaretimə görə dilənib. Siz onun siqaretinə görə dilənmisiniz? Öz mən şoğuma görə. Ay xanım, yalandan danışma. Nə bilirsən yalandan danışıram. Ayramal müəllim, burada uşağın kimdən olduğundan gedir, onun üçün müraciət ediblər. Düzdür, Xoşqədəm xanım. Bəli. Kim müraciət? Bala, atanın uşağıdır da. Qoyu danışsın. Xanım, Sən niyə özünü müdafiə eləsin Bir də? dəqiqə xahiş edirəm. Mənim atam bir Yox, xasiyyəti elə bil var. ki, bu... Mənim atamın o xasiyyəti var O ki, istəyir. bu işləyib işlədiyində, diləndiyində, qarnına çörək alıb yeməz, aparıb verə o qadına, həmən o qadına. Bu. Bax, o olanlar desin ata, nətər olur, işləmişsən, Rasim kişi, danışındı. danışdı ata. İşləmişəm, nə almışamsa ona vermişəm də yəni. Valla. Vallahi haqqı. Ola deyirəm mən. Xoşxudam xanım. Camal müəllimlə gedib yaxasından yapışıb 200 manat gedəndə evinə aparanda qoyanda verib 300 manat da gedib yaxasından yapışıb alıb paltar da aldırıb özünə. Baba o yanında. Ay, Xoşxudam Mən xanım. pul görməmişəm. Mən bir dənə 3 ayın pulunu görmüşəm 150 manatdan. O da Allaha, Allahlı evdə- danış ha, Allahlı danış. Mən 1 il 6 ay əsgərlikdə olan Ölmür ki, müddətdə ölmür ki. mənim atam işlədi, qazandı Ay, sən pulları, nə sən gördün? yemsən, Sən mən əsgərlikdə yeməmişəm. gördün, Sən hə? yemsəni? Kim? Mən yeməmişəm o pulları. Kim yeyib ki? Mən atam yanıma Mən niyə gəlmedi. yeyim ki mən? Deyildin o, nə bilirsən onu? Kim Bu yeyib deyirsən? da, Ay, mən sən nə atam. bilirsən o dediyin deyirsən. Mənim atam ucarda olmayıb. Mənim atam Mənə ancaq bax, sən Kürdəmirdə nə olub. bilirsən Atam onu özü deyib. yanlarında Atam özü deyib, deyilsən. tamam, hamısı atam özü Gözü deyib. desin də, sən niyə Ay deyirsən? Xoşqədəm xanım, bu gəlin qadın otursun kişinin Amma yanında. tam aparmır əri o. Ne otursun olur orada. hoşlanma o çıxardı da çölə. Oğlanı çıxardı. Aksiyalarımız var. Bu aksiya İşləmişəm, nə almışamsa ona vermişəm də yəni. Valla. Vallahi haqqı. Ola deyirəm mən. Xoşxudam xanım. Camal müəllimlə gedib yaxasından yapışıb 200 manat gedəndə evinə aparanda qoyanda. sən əminsən də deyirsən ki, o atamı aldadıbdı. Bəli, bəli. DNK-nın cavabı o qadının əleyhinədir. Bəli, bəli. Düzdürmü? Bəli, bəli. Vəfa, sən desən açma, açmayacağım. Mikrofon. Bir dəqiqə istəyirəm açılmağın. Açılmağın bir dəqiqə istəyirəm.